Buyur Hüseyin, fikrində olanları bizim üçün nəql elə. Mətnin adı nə idi? Nağılımızın adı nə idi? Ağca və cırtdanlar. İndi o ardıcıllıq yadında nə qalırsa onları nəql elə. Nağıl danış da yəni bizim üçün. Birinci hansı hadisə baş verirdi B tapşırığına əsasən? Birinci hansı hadisə olurdu orada? Birinci kraliça nə eləmişdi? Gəl mən kömək edeyim sənə. Kraliça ağaclara zəhərli alma vermişdi. Birinci olmuşdu birbaşa. Nağıl başlayan kimi belə başlamışdı. Yox. Və necə? Kraliça onu... Kraliça güzcüyə baxdı. Hə. Və soruşdu. Məndən gözəllik varmı? Güzcü dedi, sən zəf eləsən. Amma Gözdən öpü ağca səndən daha gözəl. Yox, sən dur danışa. Sonra nə yadında qalıb? Sonra ardıcılığınız davam edirdi. Ağca meşədə biraz gəldi. Onu meşəyə kim göndərmişdi? Özü getmişdi gəzməyə. Nə olmuşdu ki o meşəyə gəlib çıxmışdı? Nə olmuşdu? Kim göndərmişdi onu? Kim göndərmişdi? Kraliça. Ay sağ ol, qəddar kraliça göndərmişdi. Hə, düzdür. Meşədə biraz yeriyəndən sonra bir daxmaya gəldi. Daxmada 7 Qız danışma. dam var idi. Aha. Bu damlar dedi, sən burada mağarasın. Aa, elə dedilər. Hə, nə gözəl. Nağarsan dedilər. O nə dedi bəs ona? Ağzı nə dedi? Dedi burada gəzirəm özüm üçün. Elə dedi. Sonra? Sonra balam, sonra nə baş verdi orada? Keç əsas hadisələrə. Yaxşı, Rıza, sənin yadına nələr qalıb? Neynir? Ağcanın meşədə atılmağa əmr etdi. Ay, sağ ol. Vüsal, keç yerime. Meşədə babaca ev tapdı. Düzdür, davam elə. Süreyya. Çön. Şübhə girən qadın gəlib ona alma verdi. Ay, sağ ol, qəşəng gedirik. Sonra nə baş verdi? Sonra şahzadə Çaqqılatma orada. gəlib əlindən tutdu. Aferin. Sonra nə oldu? Artıq sondasan. Aha. Sonra bu da ayırdı. Aferin sənə Rıza. İndi Banu fikrində olanları danışır, buyur. Hə. Kraliça Neynəmişdi? Kraliça şeyə də belə Ağcanı. Ağcaya zəhərli alma vermişdi. Ağca yuxuya dalmışdı. Aha. Bəs mətnin əvvəlində hansı hadisə baş vermişdi? O almaya qədər nə olmuşdu? Nə olmuşdu ki ona zəhərli alma vermək istəmişdi? Nəyə görə vermək istəmişdi? Səbəb nə idi qızım? Kraliça güzgüdən soruşmuşdu ki... Məndən gözəllik varmı? Ay sağ ol. O nə demişdi? Güzgünə cavab vermişdi. Güzgü dedi ki, səndən gözəllik yoxdur. Amma Ağcaydı adı. Ağ. Ağca səndən daha gözəldir. Ay sağ ol. Buna görə də kraliça nə edir? Ona zəhərli alma. Ay sağ ol. Kifayətdir qızım. Əyləşə bilər. Buyur. Hadisələri yadıma sal öz sözlərinə. Birinci hansı baş verir? Birinci Aha. Birinci nə olur balam? kraliça Düz. Ağcanı meşədə azdırır. Aferin. Ağca orada çıxır ev gördü. Orada Düzdür. cırtdanlar yaşayırlar. Düzdür. Sonra nə olur o daxmada nə baş verir? Sonra cırtdanlar getmişdilər. Ağca evdə təhsil qalmışdı. Düzdür. Sonra köpəklər qarı gəlib, əlində qırmızı zəhər alma gətirmişdi. Ağca da darıxmışdı, qapını açdı. Aferin, qəşəng. Sonra verəndə quşlar uçuşurdu. Aferin. Ağcanın anasına icazə Bir verdi. dəqiqə səbir olaq, uşaq yoldaşımız tamamlasın, hə. Çox qəşəng yadımda saxlayıb. Hətta ikinci hissəni biz bayaq oxumuşuq, amma Məryəmin artıq yadında qalıb ki, quşlar uçuşurdular. Niyə uçuşurdu qızım? Uçuşurdular ki, Aha.
Alacaq yiyəndə olmuş. Zəhərlənəcək bayladı. Ay, sağ ol, düz. Alacaq qoymadı. Onları tutdu. O quşlar çıxanlara xəbər verəndə Aferin. çoxdan alacaq almağı yemişdi. Bayladı. Aferin sənə. Çıxanlar da gəldi. Qızıldan Aferin. Gör, bütün detalları yadında saxla. Bir qızıldan qırpaq düzəldi. düz yataq düzəldirlər. Siz artıq çıxmışsınız tənəffüsə, hə, çıxın. Sonra da alacaq qoyunlar. Sonra da gəldi. Orada bir dənə Aha. Şahzad. şahzadə gəlir. Ay, sağ ol. Alacaq əllə tutub, alacaq inanır. Aha. Aferin sənə. Sonra Bəs kraliça? Kraliça nə olur? kraliçada bir də gördüm. Aferin sənə Məryəm. Uşaqlar, siz yeməyə başınız qarışdı. Məryəm, günləri gətir qızım səndə. Fikir vermədiniz, amma Məryəm bütün detallarını, hər birini yadında saxlamış. Deməli, belə çıxır ki, mətni ən diqqətlə oxuyan sinifdə Məryəm imiş. Əlisin, niyə gəlmədin? Niyə gəlmədin?